Hər kəsə salam dostlar, kanalıma xoş gəlmisiniz. Bugün Padruqam Gülnarla bir yerdə gedirik. Hara Gülnar? Astaranın Sim kəndinə, yəni Gəzməyə şəlalə, gedirik. yaşıllıqla dolu bir yerdə çox maraqlı olacaq. İnşallah biz turla gedirik və indi hazırda Salyandayıq, səhər yeməyinə oturmuşuq. Turda sadəcə ikimiz bir-birimizi tanıyırıq, amma inşallah ki günün sonunda daha maraqlı olacaq təbii ki. Belə bütün görüntüləri sizlə bölüşəcəm. Bütün yox, yəni çalışacağam ki, yəni orada çəkə bildiyim qədərinlə görüşüm. İzləməyə davam edin. İzləməyə davam edin və kanalıma neyin? Abunə olun. Abunə olun, abunə. İndi biz oturmuşuq Bakı restoranında, Salyanda. Belə bir dənə kabinetdir. Mən nə yedim? Yumurta yedim, çay içdim. Pendir falan belə şeylər yedik. Gülnar xanım. Hə, heç nə belə həyətini də göstərim sizə. Belə bir yerdir. Bu sənin xoşuna gələn şeyi də çəkdim. Maralı. Belə. Sizə indi feyxu ağacının çiçəklərini göstərirəm. Bu feyxu ağacları Gülnar cüt olurlar. Yəni tək ağac olanda bar vermirlər. Mütləq cüt olmalıdır. Kim adreylə? Adlı duracaq, oturan yer. Biraz yavaş. Ağır hava koyma. Necəsən? Çəkmir. Onları sağalmağına kömək edirik, dəstəkləyirik. Elə gözəl işlə məşğulsunuz. 49 yaşım olub bu gün. Necə yaşım? Orada bir denge şey ad günü inşallah. Siz bizim için ne yiyeceksiniz? Ben size Tapmaca. Tapmaca demək istəyirəm. Deməli, o nədir ki, çiğ halda yeməlidir, pişmiş halda tullanmalıdır. Gəlin deyəməlisin. Yox, siz deməyin. Ben de diyesem. Çiğ halda yeməlidir, pişmiş halda tullanmalıdır. Çiğ halda yeməlidir, Yeyilmir, pişmiş halda da tullanmalıdır. O nədir? Qadınlar daha tez bilərlər. Bəli, yemək. Mən sırası bilmişəm, ona görə yadımda qalır. çiğ halda yeyilmir, pişmiş halda da tullanır. Çox adi bir şeydir. Siz yəni ki, siz bilsəz deyir, Yemeli bir şey değil. yəni pişəndən sonra tullanmalıdır, amma çiğ də yeməli deyil. Aslında 5 manata zahmet. O necə yeməli? Benim turlarımda en çok oğlanlar cevap verir. Hanımlardan çok. Yeməli deyirlər. Ben ona özüm belə çok girdim. Necə yeməli şeydir ki, çiğ. Bunlar keçib gəlmişəm dedi. Qoyma gözlərindən qırağa məni. Mən gənclik deyiləm, vəfasız çıxam. Bənzətmə gedəri qonağa məni. Son yerim alnının qırışlarıdır. Biraz da saçında məskən salmışam. Cavanlıq atını çapıb gedəndə mən səni gözləyib yolda qalmışam. Tuttu da. Dibi yaman ottu da. Benim bir baldızım var. Karnı yaman kurttu da. Bir tanesi. Akışta. Baktı
çıkmadı bize. Haşa! Olar bizim bahçada. Haşa! Yar gələ bir gün bizə. Haşa! Başkasına da Bəli dostlar, indi gəlmişik Sımıq kəndinə. Buradan Nivalarla qalxacağıq şəlaləyə. Şöyle hanım, necəsiz, rahatdır yeriniz? Sən çağır. Şöyle hanım, yeriniz rahatdır? Çok, evet. Bunu bir de yol polisi görməsinlər. Əslində olan yol bir yoldadır. Bütün TikTok'larda bu akşam. Arkada görmüşdük, qabaqda çəkəcək. Skorsuz'unda her şey anladı. Hər Hər şəlaləyə qalxmağa çalışırıq. Birinci burada saxlamış bu. Hə, ki zaman bir tane Bura gəlir. geldi. Ben bunu Hə, indi nə edirik? Qalxırıq şəlaləyə. Şəlalənin adına heç baxmadığı günlər. Şalvarımı da cırdım Nivada bu arada. Hara gedirəm bir şey çıxır da. Amma davleniya qalxır. Hə, yuxarı qalxdığımız üçün təzyiqimiz qalxır. O, mən göy qalxa bilmirəm, mən günlər. Çox qocalmışam deyəsən. Qoy səni çəkim. Qalx çəkim səni. Təbiət o. Açıq desəmki. Gülnar, buradan su götürə bilərik bax. Nə? Su götürə bilərik. Wow. Necədir Gülnar? Super, çox bəyəndim. Qəşəng. Bura qədər yorulduq amma dəydi. Suldayır üstümə yəni şəlalənin gözəl Canlıdakı kimi görünmür həqiqətən də. Qəşəng, çox bəyəndim. Gülnar. Bu tərəfinə gəl. Bu tərəfinə gəl. Qoy belə çəkək. 05-lə tam görünsün. Məncə Bizlər ayaqqabılarını çıxardırıq. Biz görək ayaqqabı çıxardıq. Ayaqqabı. su olmasın deyə. Bu da sizə Şirhal şəlaləsi. Vlogumuzu Lənkərandan davam etdiririk. İndi gəlmişik bir yemək yeməyə, bir dənə restoranın həyətinə. Sizə heyvanlar göstərirəm. Əziz tamaşaçılar. Nağıldakı kimi xoruzla boşan deyil. Günlar, gedək boş yerləncək tapaq. Davay. Gölçünlər də var.
İstəyirsiniz mən çəkim? Çayın içi de şöyle. Çay mı? Nerede o? Ben göremiyorum da. Kırmızı alçağın görürsən başında var. Gönlər bax, bunlar da feyxadlar. Hı. Günler xanım, indi hara gəlmişik? Nigul Qandılandayıq, Lənkəranda. Lənkəranın ən gözəl yerlərindən biridir. İndi çəndə gedirik, samavar çay içməyə. Bəli. Qəşəng, sürbəst. Qara qaş, qara göz, telif gələcək. Bütün mahnılar hamısı arxada oxuyur. Şirin söz, aman səbiləm. Bəli dostlar. Gedirik oturmağa. Bizimkilər ora getdilər. Gəl biz də gedək normal yerdə oturaq. Sən dəmir ağaçlarının yanına gətirmişəm. Bax, başını qaldır gör. Vlog. Sən səsinə bu nədir sən səsinə? Nəli?